Salam dostlar. Deməli, maraqlı bir sualla qarşınızdayıq. 0 faktorial niyə 0 yox, 1-ə bərabərdir? Bildiyimiz kimi faktorial nəyi ifadə edir? Ədədin özündən əvvəl gəlmiş ədədlərlə bir sırada neçə fərqli üsulla düzülüşüdür. Tutaq ki, 3 faktorial tapmaq istəyiriksə, 3, 2 və 1 ilə necə düzülənər? 3, 2, 1, 3, 1, 2, 2, 3, 1, 2, 1, 3, 1, 2, 3 və 1, 3, 2. Göründüyü kimi 6 fərqli sırada düzülə bilər. Biz ədədlər böyüdükcə təbii ki, bu haldan yazmaq bizə çətinləşər. Necə edirik? Bunu daha qısa yolla ədədi özündən əvvəlki ədədlərin hasili şəklində göstəririk. Eyni qayda ilə n faktorialı yazsaq, n vurulsun n çıx 1 faktoriala bərabərdir. N-i yerinə gətirib 1 yazdıqda 1 vurulsun 1 çıx 1 faktorial, 1 faktorialın 1 olduğunu bilirik. 1 vurulsun 0 faktorial, deməli 0 faktorial bərabərdir 1 olduğunu görmüş olarıq.